Hörmətli dinləyicilər, əziz müəllimlər və dəyərli məktəb yoldaşlarım. Bugünkü Gələcəyin İşığı FM radiosunun nəfirində biz əmək və işçi hüquqlarının beynəlxalq əhəmiyyətini əks etdirən 1 may Beynəlxalq Əmək Gününü qeyd edirik. Mən məktəbimizin 8A sinif şagirdi Umudzadə Zeynəb. Bu verilişdə sizə əmək münasibətləri, işçi hüquqları və əmək sahəsində beynəlxalq təcrübələrdən danışacaq. Həmçinin bu buraxılışın may ayı üzrə ilk və ümumilikdə 448-ci il buraxılış olduğunu xüsusilə vurğulayacağam. Bu fakt məktəb radiosunun davamlı fəaliyyətinin, gənclərin maariflənməsinə verdiyi töhfəni və kollektiv bilik mədəniyyətimizin inkişafına əyani göstəricisidir. Əziz dinləyicilər, əmək insan cəmiyyətinin əsas dayağıdır. Tarixi və müasir statistik məlumatlar göstərir ki, işçi hüquqları və əmək münasibətlərinin qorunması bir ölkənin sosial-iqtisadi inkişafının və vətəndaşlarının rifahının əsas meyarıdır. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə hazırda dünyada 3 milyardan çox insan əmək fəaliyyəti ilə məşğuldur və onların hüquqlarının qorunması beynəlxalq əmək standartlarının əsas istiqamətlərindən biridir. Azərbaycanda isə əmək qanunvericiliyinin və sosial təminat sisteminin işçilərin hüquqlarını qorumaq, əmək şəraitini yaxşılaşdırmaq və əmək bazarının şəffaflığını təmin etmək məqsədi ilə inkişaf etdirilmişdir. Beynəlxalq Əmək Günü tarixi köklərə malikdir. 19-cu əsrin sonlarında, xüsusilə də 1886-cı ildə ABŞ-da işçilərin daha yaxşı iş şəraiti, 8 saatlıq iş günü və sosial təminatının tələbləri uğrunda apardıqları mübarizə bu günün yaranmasına səbəb olmuşdur. Dünyanın bir çox ölkələrində bu gün həm işçi hüquqlarının qorunmasını, həm də əmək sahələrində ədalətin təmin edilməsini xatırladır. Azərbaycanda da 1 may rəsmi təqvimdə sahəsində ədalətin iş günü kimi qeyd edilir və əməkçilərin sosial rifahının yüksəldilməsinə diqqət yönəldir. Əmək münasibətləri yalnız iş saatlarının təşkili və sosial təminatlarına ibarət deyil. Onlar həm də psixoloji sağlamlıq, işçi məmnunluğu, peşəkar inkişaf və kollektiv əmək mədəniyyətinin formalaşması kimi çoxşaxəli aspektləri əhatə edir. Statistik araşdırmalar göstərir ki, yaxşı təşkil olunmuş əmək şəraiti işçi məhsuldarlığını 25-30% artırır. Həmçinin işçilərin peşəkar bacarıqlarını və yaradıcılıq potensialını yüksəldir. Azərbaycanda əmək sahəsində görülən işlər həm də beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycanda dövlət tərəfindən qəbul olunan qanunvericilik aktları və proqramlar işçilərin sosial təminatını, əmək təhlükəsizliyini və peşəkar inkişaf imkanlarını qoruyur. Əlavə olaraq, müxtəlif təlimlər və seminarlar işçilərə hüquqları, təhlükəsizlik qaydaları və əmək şəraiti ilə bağlı məlumat verir. Bu tədbirlər həm də gənclərin əmək münasibətləri barədə maariflənməsini təmin edir. Gələcək peşəkar həyatlarına hazırlayır. Həmçinin əmək münasibətlərində elmi yanaşmaların tətbiqi əhəmiyyətlidir. Müasir statistik metodlar, işçi monitorinq sistemləri, performansın qiymətləndirilməsi və sosial tədqiqatlar iş yerlərində şəffaflığı təmin edir və işçilər hüquqlarının qorunmasına xidmət edir. Bu yanaşmalar göstərir ki, əmək fəaliyyəti yalnız fiziki və intellektual səylə məhdudlaşmır, həm də sosial, psixoloji və etik komponentləri əhatə edir. Əziz məktəb yoldaşlarım, əmək yalnız fərdi rifahın təminatı deyil, həm də cəmiyyətin inkişafının mühüm faktorudur. İşçilərin peşəkarlığı, fədakarlığı və innovativ yanaşmaları hər bir mühüm faktordur. Beynəlxalq Əmək Günü bizə xatırladır ki, əmək müqəddəsdir və hər bir insanın zəhməti hörmət və dəyər almalıdır. Bugünkü efirimizdə həmçinin əmək münasibətlərində innovasiyaların tətbiqini, rəqəmsal texnologiyaların iş yerlərinə gətirdiyi imkanları və əmək proseslərinin modernləşdirilməsinin əhəmiyyətini də diqqətinizə çatdıracağıq. Məsələn, iş yerlərində informasiya texnologiyalarının tətbiqi işçi məhsuldarlığını artırır, əmək və şəraiti optimallaşdırır və təhlükəsizlik standartlarını yüksəldir. Eyni zamanda layihələr, könüllülük fəaliyyətləri və peşəkar inkişaf proqramları gənclik əmək dünyasına cəlb edir.
Onlarda məsuliyyət və kollektiv əmək bacarıqlarını formalaşdırır. Statistik məlumatlar göstərir ki, belə layihələrdə iştirak edən gənclərin əmək fəaliyyətinə marağı, peşəkar bilik və bacarıqları daha yüksək olur. Əziz dinləyicilər, bu gün biz işçi hüquqları və əmək münasibətlərinin yalnız tarixi əhəmiyyətini deyil, həm də müasir cəmiyyət üçün strateji rolunu müzakirə edirik. Azərbaycanın əmək bazarını inkişaf edir, işçilərin rifahı təmin edilir, innovativ yanaşmalar tətbiq olunur və bu ölkəmizin sosial-iqtisadi inkişafının güclü təməlidir. Bu buraxılışımız may ayı üzrə ilk və ümumilikdə 448-ci buraxılışdır. Bu məktəb radiosunun bilik və mədəniyyət dünyasına verdiyi davamlı töhfələrin göstəricisidir. Və hər bir verilişimiz kimi, bu da sizə həm məlumat, həm də ilham verəcəkdir. Əziz məktəb yoldaşlarım, mən Umudzadə Zeynəb, 8A sinif şagirdi olaraq sizə əmək və işçi hüquqlarının əhəmiyyətini çatdırmaqdan məmnunam. Qoy bugün mənası hər birimizi zəhmətə, hörmət və əmək fəaliyyətinə bağlılıq ruhunu ilhamlandırsın. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti buraxılışımızda yenidən görüşənədək. Sağ olun.